Məsəl üçün, Avropa və yenə təlimlər aparırlar xoşbəxtçilik üçün. Onlar daim insanlara xatırladılar ki, sən daima sevincli olmalısan, sən kədərli olmamalısan. Və biz bu hava ilə böyüyürük və böyüyəndən sonra uşaqlıqdan da belə arzulayırıq ki, mən böyüyəndə mənim maşınım, evim, lüks həyatım, gəzmək, istirahət. Bu arzularla böyüyürük. Böyüyəndən sonra görürük ki, heç də həyat bizim zənn elədiyimiz kimi deyilmiş. Və həyatın o yaxşı tərəfini gördüyümüz zənn edirik ki, həyat bundan ibarətdir. O biri üzün görəndə özümüzü itiririk ki, axı həyat belə deyildi. Axı mənə həyat belə deyilməmişdi. Və onda başa düşürsən ki, bizi aldadıblar. Həmin o modern həyat tərzi bizi aldadıb ki, sən daima xoşbəxt olacaqsan. Və görürsən ki, heç də belə deyil. Və anlayırsan ki, aldadılmısan. Və bir tək bizi aldatmayan Allahdır. Allahın bu xüsusiyyətini mən sevirəm. Allah gəlir bizə nə deyir? Məqsudunda Quranda da bu deyir. Deyir ki, dünya bir gün sənin leyhə olacaq, bir gün isə əleyhə olacaq. Yəni bir gün səni sevindirəcək, bir gün səni qəmləndirəcək. Və sənlə tam səmimi olaraq danışır. Səni aldatmır ki, sən xoşbəxt olmalısan, bacardığın qədər xoşbəxt ol. Yox, bunu demir sənə. Və yaxud da demir ki, sən həyatdan maksimum sürətdə ləzzət alacaqsan. Bunu da demir bizə. Allah bizə deyir ki, bəzi çətinliklərlə qarşılaşacaqsan. Bu da imtahan da. Quranda ayə də var bunun haqqında. Deyir ki, mən bəzilərinizə var dövlət verərək imtahan edirəm, bəzilərinə yoxsulluq verməklə imtahan edirəm. Hər halda imtahan olunursunuz. Allah deyir ki, bəndəm. Həyat bir gün səni sevindirəcək, bir gün səni qəmləndirəcək. Və buna hazır ol. Kənar səslərə qulaq asma, onlar səni aldadır. Mən səni aldatmıram. Mən səni yaratmışam, mən sənin xüsusiyyətini bilirəm, mən həyatı bilirəm, bu kainatı yaradan mənəm, bu dünyanın xüsusiyyətini mən bilirəm. Başqaları kimi mən səni aldatmıram. Mən sadəcə sənə göstərmək istəyirəm ki, sən böyük insan olasan. Səbr elə, həyatı gör. Və bəzən bizlər oluruq, hələ həyatın o tam üzünü görməmişik. Amma valideynlərimiz daha çox sözün əsl mənasında ağsaqqal olanlar həyatın o bir üzünü görürlər deyə sarsılmırlar. Hadisələr müqabilində özlərini itirmirlər. Niyə? Çünki artıq dərk edir ki, həyatın bu üzü də var və qəbullanırlar. Biz də qəbullanmalıyıq. Hal-hazırda bəzən biz bunu qəbul etmək istəmirik. Həyatın o pis tərəfini görürük və qəbul etmək istəmirəm. Çünki bu tərəfdən də qulağıma mənə təlqin olunur ki, sən xoşbəxt olmalısan, sən ləzzət almalısan, sən həyatdan maksimum ləzzət almalısan, bunun üçün çalış, bunun üçün çalış və mən bunu qəbullanmaq istəmirəm. Və bu şəkildə həyatın bu üzü qala, buradan da təlqin oluna insan özünü itirir. Sözün əsl mənasında aramlığını itirir.